27 yaşı var, diplomu var, işləmir. Səhv 27 yaşında olmayıb. Səhv 17 yaşında 15 dəqiqəyə edilmiş seçimlə olub. Məsələn, şagird riyaziyyatı sevirdi, ailəsi də dedi ki, mühəndis ol. Amma heç kim ondan soruşmadı ki, sən insanlarla işləməyi xoşlayırsan, yoxsa ekranla işləməyi xoşlayırsan. 17 ildir riyaziyyat müəllimiyəm və bu illərdə gördüm ki, ən çox itirilən şey bal deyil, vaxtdır. İtirilmiş 4 il geri qayıtmır. Ona görə də premium konsultasiya paketini qurdum. Bura nələr daxildir? 2 saatlıq fərdi analiz, şagirdin marağına, bacarığına, şəxsiyyətinə, dəyərlərinə uyğun analiz testi, 40-dan çox meyar üzrə qiymətləndirmə, valideyn üçün ayrıca PDF hesabat, şagirdə ən çox uyğun olan 5 ixtisas və ən vacibi kod seçimi strategiyası. Bu hazırladığım paket qonşunun və ya dostlanışın məsləhəti deyil. Elmi testlər, əmək bazarı statistikası, gələcəkdə lazım olan peşələr, süni intellektin ləğv edəcəyi peşələr, bütün bu risklərlə birlikdə dəyərləndirilmiş və 17 illik təcrübəmə və müşahidəmə əsaslanan bir konsultasiya paketidir. Bunu əldə etsəniz, övladınız təxminlə deyil, konkret məlumatlarla, datalarla, statistika ilə seçim eləyəcək. Bu axşam övladınıza bir sual verin. Sən 30 yaşında hansı işi görmək istəyirsən? Və cavabı şərtdə yazın. Əgər cavabı yoxdursa, gec deyil. Məndən əlaqə saxlayın.